Bakının döyünən ürəyi, içəri şəhərdən hər birinizi salamlayıram. Bugün mən Kasamasa restoranında idim və qərara gəldim ki, milli mətbəximizin ləziz təamlarından biri olan yarpaq xəngəlinin dadına baxım. Elə yarpaq xəngəlinin dadına baxmışkən, yarpaq xəngəli setini bizə təqdim etdilər. Və gördüyünüz kimi masada bir neçə cür fərqli turşular, eyni zamanda 2 cür gürcü xəngəli də var idi. Mən yarpaq xəngəlinin dadına baxdım və həqiqətən də feyz aldım. Dadı çox gözəl idi. Burada videoda göründüyü kimi yarpaq xəngəlindən əlavə olaraq qızarılmış gürcü xəngəlinin dadına da baxdım və onu da bəyəndim doğrusu. Və yarpaq xəngəli sevənlər, yağış yağmamış hər birinizi bu məkana dəvət edirəm. Hələlik.